Allah özü şərait yaradır ki, kim düz nəticə çıxarda bilir, çıxartsın, kim də səhv nəticə çıxarda bilir, ona da şərait yaradır. Ki, dəyəri olsun da düz nəticə çıxarmağa. Allah hidayətə şərait yaratmaqla azğınlığa da şərait yaradır ki, hidayətin dəyəri bilinsin. Azğınlıq yolunu bloklasa hər tərəfdən hidayətin qiyməti nədir? Azğınlığa gedən yolları açıq saxlamalıdır. Bəhanə axtaranlara bəhanə verməlidir ki, haqq əhlinin dəyəri bilinsin. Quranın metodologiyası budur, İslamın üslubu budur, yanaşması budur. Quran özü bunu bizə belə bəyan edir. İmtihanda cavab şəffaf olsa imtihan anlamını itirər. İmtihan nədən ibarətdir? Müəmma həll eləməkdən. Hər şey aydın olsa, niyə görə 3 dənə cavab verir? Düzün yanında səhvləri də verir ki, səhv eləmə ehtimal olsun. Test belə olsun ki, bir sual və doğru cavab. Nə oldu? İmtihan oldu. İmtihan ondadır ki, düzün yanında 3 dənə də səhv verir ki, çaşmaq istəyən də çaşmaq istəyən deyəndə ki, çaşmaq imkanını yaratsın. Dində belədir. Quranda belədir. Kim Qurana, dinə belə yanaşmırsa, konkret cavab gözləyirsə, onda azır yolundan çıxır. Haqq yoldan azır.